Biz baxaq turnir cədvəlinə, Ahmet. Turnir cədvəlində hazırda Qarabağ komandası 17-ci, 18-ci sıradadır 10 xalla. Liverpool komandası 4-cü pillədədir və digər rəqiblərimizlə xal fərqi. Liverpool artıq garantiliyib. Liverpool garantiliyib, amma Liverpoola İlk 8-dir. İlk 8-liyi belə artıq yox, garantiləməyib. İlk 8-də olmaya bilər. Ona görə Liverpoola da bu oyunda xal mütləq lazımdır. Burada bizim üçün önəmli olan Kopenhagendir. Kopenhagen Barcelona səfərinə yollanır. Yəni ehtimal çox aşağıdır ki, qələbə qazansın. Napoli səhv etmirəmsə evdə Chelsea komandası ilə görüşür və Chelsea-yə də bu oyunun əhəmiyyəti böyükdür. Həmin oyunda qələbə komandanı 8-likdə saxlaya bilər. Rəqiblərimizin düşünürəm ki, heç də asan oyunlar gözləmir. Ancaq möcüzə. Ajax komandası evdə Olympiakosla qarşılaşır. Ajax çata bilmir axı, Ajaxın 6 xalı var. Ajaxın Olympiakos aspektindən baxası olsaq, yəni Olympiakosun ötməsi şansı var. Əslində faiz etibarilə götürəsi olsa, Qarabağın 99 tam neçə faiz deyil. Möcüzələr Qarabağı playoffdan kənarda qoya bilər. Düşünürəm ki, hətta 100% də deyə biləcəyimiz bir durumdur ki, Qarabağ növbəti mərhələyə adlayacaq. Amma hansı pillədə, bax bu çox önəmlidir. Maksimum üst pillədə Qarabağın playoffa adlaması çox önəmlidir. Niyə? Nə qədər üst pillədə olsan, o qədər daha aşağı sıralarda qərarlaşan rəqiblərlə oynamış olacaqsan. Çox suallar verilir. Playoff mərhələsində yeni püşk atılacaqmı? Xeyr, yeni püşk atılmayacaq. Vahid bir sistem tətbiq olunub ki, həmin sistemlə klublar mübarizə aparacaq. İlk 8-lik, 8-ə 1 final mərhələsində öz rəqiblərini gözləyir. 8 və 24-cü pillələr arasında olan 16 rəqib isə maksimum, məsələn, 9-cu pillədə olan klub 23-24-cü pillədə olan klubla qarşılaşacaq. Daha doğrusu 9, 10, 23, 24 ilə. Yəni bu o deməkdir ki, yəni hazırki durumla baxası olsaq, Qarabağ komandası 18-ci pillədədir. Yəni hazırki turnir cədvəli ilə Qarabağın rəqibi olmalıdır Marsel və Leverkusen. Və bu iki klubdan biri. Təbii ki, turnir cədvəli dəyişəcək, nəticələrə uyğun dəyişəcək, amma Qarabağın kənarda qalma ehtimalı çox cüzidir. Çox cüzidir. Yəni iki klubun burada belə deyək də 25 və 26-cı pillədə olan Napoli və Kopenhagen. Yəni Kopenhagen Barcelona səfərində məğlub olsa, Napoli yəni evdə Chelsea-yə məğlub olsa artıq məsələ tamamdır. Sadəcə qalır bizim hansı pilləni tutacağımız, bu da dediyim kimi play-offda çox önəmlidir.